Salam əziz Sports Liqa iştirakçıları və izləyiciləri. Sizi Bakının ən gözəl mənzərəli bir stadiondan, Xəzər Arenasından salamlayırıq. Bəli, artıq Şahmurad Məmmədov açılışı elan etdi. Xatırladım, hal-hazırda Bundesliga 2-ci divizyon 4-cü sezonun 5-ci maçı, günün isə ilk maçıdır. TEM komandası hal-hazırda 9-cu rota komandası ilə qarşılaşır. Xatırladım, 9-cu rota komandası göy geyimdə çıxış edir və artıq 8-də 1 mərhələdir və indidən deyə bilərik ki, 4 komanda 4-də 1 mərhələyə vəsiqə qazanıb. Yeni simalar görürük TEM komandasında. Bəli, xatırladım, transfer açıldı. O kapitanların şəxsi inisiativası, yəni şəxsi istəyi nəticəsində reallaşdı və 9 həftədən sonra komandalar transfer hüquqlarından istifadə edərək komandalarını daha da gücləndirdilər. Xatırladım, dünən saat 19:00-da Baku Juniors komandası gözlənilmədən A konfransının psevdo-lideri, yəni vitse-lideri ilə gedir söhbət. Topçular komandasına 7-3 hesabı ilə məğlub. Bu arada Alxas 2-ci divizyonda artıq ilk oyununu Eray Arslan komandasına keçirmişdi, uğursuz nəticələnmişdi. Artıq 9 həftədən sonra Şahid Bəhramlının başçılıq etdiyi TEM komandasında çıxış edir. Elə Məmiş Nəzərovla birlikdə. Məmişin ötürməsi keçmir, amma top Zamində qalır Zamin. Məmiş qocaman oyuncu. Bəli, əfsanə. Lökbatan dedikdə ilk öncə Məmiş Nəzərov bəli yada düşür. Fail liqanın dəfələrlə çempionu olur. Özüdür ki var. Bu arada Zamin qapıya zərbəsi uğursuz. Güclü zərbələrə malikdir. Çox güclü zərbələrə malikdir Zamin. Fiziki göstəricisi də məhz ona Dəlalət edir onun zərbə vurmağına, hərəkət etməyinə, top saxlamağına, korpusuna. Bəli. Əli Nəzərov sabah Məmiş Nəzərovla birlikdə çox vacib maç. Onları gözləyir. Saat 21:00-dan etibar Baran Kərki komandasına qarşı. Mən özü nə yazalıyam həmən günü gözləyirəm. Bu arada zərbə qapıya ilk zərbə İmrandan gəldi. İmran Ağayev bu da TEM komandasında çıxış edir bundan sonra. Azerion komandasından yollarını ayırdı. Nəli Azerion demişkən, Azerion da dünən saat 21:00-da rəqibi Qaradağ komandasını, başının cənub qapılarını təmsil edən digər komandanı 4-1 hesabı ilə məğlub etdi. O da gözlənməz nəticə adlana bilər. Onlar hardasa demək olar, çünki Qaradağ komandası xatırda 5 həftə B konfransının lideri idi. Kərkim komanda ilə bir İBRət komandası A konfransının lideri isə favorit komandasını məğlub etdi. Divlərlə mübarizədə çox yaxşı tərəfdən özünü göstərmişdi favorit komandası. Günün sonuncu maçı da bizi ilk hissədə şoka uğratmışdı Türklər demişkən. Çünki Kərki komandası Golden Stolla bacara bilmirdi ilk hissədə. Hesab 1-1 idi və ilk hissədən sonra Kərki komandası özünə gələrək rəqib qapısına 3 top vuraraq 4-1 hesabı ilə 4-də 1 mərhələyə vəsiqə qazandı. Bu arada Elmanın zərbəsi isə dəqiq olmadı. Məmiş Nəzərov. Nəzərov ötürmə keçmir. Asif. Komandanın ən tətbiqli ismi. Alxas topu ələ keçirə bilir. Alxas özü irəliyir. Alxasın ötürməsi Məmiş Nəzərov istiqamətli, amma Hikmət Tağıyev. Gözəl çəkmiş Hamza. Məmiş gözəl çəkmiş topu. Sadəcə yaxdı gətirir. Bəli, Məmiş Nəzərov məncə özünü sabah çox vacib finala hazırlayır. Bu arada Nəzərovun zərbəsi almadı. Zərbəsiz, dəlasız inşallah bu oyunda yaxşı keçirər yəni. Fərid sağ cinahlı oynuyor. Abdul. Alxas yenidən Abu ilə oynuyor. Sol cinahla Məmiş Nəzərovla oynayır. Məmiş Nəzərov. İmran Ağayevdən topu alırlar. İmran Ağayev sonraki mübarizə apardı. Tağıyev. Hikmət Tağıyev sol cinahla öz qardaşı ilə oynadı. Cüssəsi hesabının özündə topu saxlaya bilir. Uzun ötürmə, Elman istiqamətinə. Elman sinəsilə topu ram etməyə çalışdı. Nəzərov, Əli. Sərt oynasa da bəli. Cərmə, ilk cərmə məhz 9-cu rota komandasının aktivinə yazılıb. Səhv etmirəmsə, yoxsa sərbəst zərbədirmi bu? Yox, top meydanı tərk etmişdi, bəli.
Alxas. Alxas fəaldır görüşdə, fikirləyirsiniz. Fəallıq nümayiş etdirir. Çox hərəkət edir meydanda. Məmiş də bir yerdə. Mənə elə gəlir ki, yəni bu son 5 dəqiqə ərzində Oy 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 gol idi mi bu? Yox, gol deyildi, Bəxti gətirdi. qapısı inamsız oynadı orada. Qapısı çox inamsız oynadı. Çox inamsız oynadı, amma top qapıya daxil olmamışdı. Əli Nəzərov geri oynaya bilər. Əli Nəzərov rahat keçir Asifi ötürməsi Alxas istiqamətinə. Alxas topu rəvam edə bilmədi. SS komandasının daha bir üzvü. Bəli. Məmişdən top çox rahat keçir. Səbirsizliklə həmin finalı gözləyirik. Haşiləri kənara qoyub. Bəli, sabahki finalı gözləyirik. Final mənə elə gəlir möhtəşəm olacaq. Sabahki final digərlərindən çox seçiləcək. Finalların möhtəşəm keçməsi hər iki komanda belə desək eyni bərabər oyun nümayiş etdirməlidir. Bəli. Məncə iki komanda da məhz bunu edə bilər. Asif, zərbə Əli Nəzərov. Xüsusən qeyd edərdim, xüsusən. SS-də təminazı qeyd edərdim, xüsusən. Bəli, Təmraz Əmircanov. Hadisələri qabaqlayıb göndərəm ki, hesab açıldı. 1-0. Komandanın ən qocaman ismi Asif. Vüqarın ötürməsini dəyərləndirə bilir. Hesab 1-0. 9-cu rota 1. Temp 0. Mən əslində Temp komandasından qol gözləyirdim. İmran geriyə Fəridlə oynayır. Fərid ötürməsi sol cinaha. Əli Nəzərov. Pressing tətbiq edir 9-cu rota. Çox istəyirdim. Ötürmə Gülşirin yerindədir. Gülşirin də yaxşı qapıcıdır. Belə desək, yəni inanlı qapıcıdır. İkinci divizyon prizması ilə baxsaq, Gülşirin top 10 ən yaxşı qapıçılar içindədir. Bəli, bəli. 18 komandanın olduğu nəzərə alaraq, hər komandada bir qapıçı minimum olsa, əlbəttə Gülşirin top 10-luqdan, amma 1-də, 2-də onu artıq siz azarkeşlər bildirə bilərsiniz. Bəli, müəyyən edə bilərsiniz. Məmiş Nəzərov. Ötürmək keçmədi. Abo. Yox. Geriyə. Gözəl, ən düzgün yükləyə. Fəridlə oynayır. Fərid isə Şahid Bəhramlının qapıçı formasını geyinir, fikir verirsinizsə. O bir deyim var, Lətifəs Fəriddən uzaq deyil. Siz mənim ayaqqabımı geyinə bilərsiniz, amma mənim yerişimi yeyə bilmərsiniz. Şahidin bu arada Alxas ikinci əmlə zərbə Gülşirin yerindədir. Bəli, məndən üzülməz, yəni ona aid elə demədim. Şahid qapı daha inanmadı, yəni onu demək istəyirdim mən. Məncə deyil. Fərid daha cavan da əlbəttə cəhddir. Məmiş Nəzərov özü irəliləyir. Məmiş sağ cinahla da oynaya bilər. Məmişin ötürməsi Əli Nəzərov istiqamətinə. Əli Nəzərov Alxas. Topu çox saxdır özündə və bu da itkiyə artıq yol verir. Axırda öpmək yaxşı idi. Sözdür, axırda da öpür. Məmiş. Əli Nəzərov mərkəzdə ötürmə. Əli Nəzərovdan klassik Liverpool hərəkəti. Alxasla ötürməsi keçir, amma ikinci əmlə olmadı. Gülşirin gözəl oynadı. Gülşirin tutdu. Gülşirin harada durduğunu yaxşı anladı. Aha. Heç aqressiyalara, hisslərə biraz qapanmamaq lazımdır. Yəni futboldur, yəni hər şey ola bilər burada. Doğru. Çünki
İmran birbaşa qapıya zərbə endirdi Gülşümün. Ayaq sayıqlığını yoxladı. Agresiyalar, xoşa gəlməz. Hikmətin zərbəsi isə Əliyə dəyərək ikinci zərbəsinə yönəldi. Şahid Bəhramlı bugün yanımızdadır. Koordinator öz komandasına koordinatorluq edir. Zamin kopya! Bonlitlik raket! Qadağandı bu cür zərbələr, sağ ayağı. Zamin. Sağ ayağı soyuq silahdır bu insanın. Onun 10-cu dəqiqəsində bəli. Mükəmməl qolla ayaqda qalır Taxiyev Zamin, hesab 2-0. Məmiş Nəzərov artıq. Zərbə var idi bəli, ayağına zərbə var idi Məmişin. Zərbə dəqiq olmadı Alxasdan. Alxasın adını hər dəfə şərhdə çəkmək mənə özümə qəribə gəlir. Çünki çox vaxtı bir yerdə meydanda oluruq. Göz öyrəşir, dil öyrəşir. Hələlik, təm komandı çox zəif görsənir. Bəli, artıq oyunun 13-cü dəqiqəsidir. Zəif görsənir, yəni... Və 0-2 hesabı ilə geridədir təm Həyazan komandası. təbiri olmalıdır bu, yəni ikinci qol həyazan təbiri. Komanda toparlanmalıdır, oynamalıdır. Ən azından burada isimlər var, Məmiş kimi isim var burada. Topu daha çox özündən uzaqlaşdırmaq zərbəsi idi bu. 9 nömrəli oyuncudan. Məmişin ötürməsi mərkəzə artıq meydana daxil olub Toğrul. Komandanın aparıcı üzvlərindən biridir. Toğrulu ötürmə! Toğrul dəyərləndirə bilmədi, amma komanda yoldaşına ötürməyə görə təşəkkürlər edir. Məmiş topu ələ keçirir. Kamran. Oy, Toğrul hesabı. Oy, Alxaz tabanla yaxşı fikirləşmiş. Yox, yaxşı. Tamam, gel. Karşıla. O zərbə qapı istiqamətinə güclü zərbə endirdi, amma dəqiq olmadı. Məmiş özünü yavaş-yavaş yormaqla məşğuldur. Həm bu oyun açısından baxsaq, hətta sabah saat 21:00-dan etibarən Məmiş Nəzərov və Əli Nəzərovun komandası SS Production Bundesliga Elit Diviziyonun 29-cu sezonun final mərhələsində rəqibi Kərkə qarşı mübarizə aparacaqlar. Əlbəttə maç
Bundesliga YouTube kanalımıza bir neçə də saatdan sonra yüksək keyfiyyətdə yüklənəcək maçı. Əlbəttə Bundesliga YouTube kanalımız vasitəsilə təkrarən izləyə bilərsiniz. Maçı canlı şəkildə isə əlbəttə Xəzri Arenaya təşrif buyuraraq, Xəzər dənizinin sahilində yerləşən möhtəşəm Xəzri Arenaya təşrif buyuraraq Bundesliga abu havasına qərq ola bilərsiniz. Abunə olmağı, bildiriş, like və şərh butonunu aktiv etməyi unutmayın. Bu arada Instagram səhifəmizdə sizə məlumatlandırmaq üçün var. Posterlər, afişalar, maraqlı qollar, maraqlı məlumata, turnir gedişat, turnir cədvəllər hamısı Bundesliga Instagram səhifəmizdə. Əlbəttə ilk növbədə abunə olmanız vacibdir. Bu arada Hikmətdən ötürmə, daha doğrusu Hakimdən ötürmə. Zamin sağ cinahla Tağıyevlə oynadı. Məmişlə Zorov topu ayaq qoya bilir. Topun ötürməsi. Çok rahat geçti. İkinci hamle. Zərbə qapıyor ama yok. İkinci golda möhtəşəm qola imza atmıştı ikinci epizodda. Bu epizod gol olsaydı inanılmaz bir gola imza ata bilərdi. Məmiş Nəzarov. Orxas Acağayev. Gecikti. Ötürməsini ama edə bilir. TikTok. Hakim. Yeniden Toğrul. Əgər Toğrula fikir verirsənsə, bu arada Alxaz zərbəsi ləq olmadı. Toğrula fikir verirsənsə, Toğrul stop zonada çox gözəl topu kontrol və oyuncuları allada bilir. Bəli. Zidane belə şeyləri yadda. Alxazın zərbəsi yenə də əldə olmadı. İki oyuncunu yerdə qoydu, amma qapıya düşə bilmədi. Mənə elə gəlir ki, ilk hissədə hesab bərabər. Fərq azalacaq. Əlbəttə bu mini futboldur. Burada hər dəqiqənin, hər saniyənin hökmü var. Onlar da onu anlayırlar və artıq 9-cu yolda komandası artıq təzyiq altındadır. Bəli. Gözəl bədən hərəkəti ilə Alxaz orada topu korpus şəklində saxladı. Fikir verdinizsə, topsuzun bazıları çox gözəl oynadı. Oy. Gözəl. Oy. Bəli, ilk epizodda Alxaza qarşı cərimə var idi. Maraqlı oyun gedir amma. Bəli. Gözlənilən idi. Oyunda top meydanda çox qalır. Alxaz Acağayev. Alxazın zərbəsi Hikmətdən top fərdi istiqamətlə yönəldi. Məmiş Nəzarov sonuncu kimi Toğrulan oynamağa çalışdı. Toğrul topu qəbul etmədi və çətinlik çəkir Gülşirin topu uzaqlaşdırır. Hələ ki Fariz Ağayev, Mürşid Qasımov, Qasımzadə daha doğrusu meydana daxil olmayıblar. Məmiş. Gözəl zərbə idi. Toxmuş vardı səhv eləmirəmsə, deyil. Həqiqətən də gözəl zərbə vurmuşdu. Alxaz meydanı tərk edir. Fariz meydana daxil oldu. Fariz Sparta Baku heyətinə çıxış edib. Bir oyun Kəlkə qarşı hətta qolla həyatda qalıb elit divizyonda. Qapıdan, bəli. Pərviz İsrail geriyə. Əli meydana daxil olsa daha yaxşı olar mənə gəlir. Çünki Əli dayaq nöqtəsində yaxşı oynayır. Bəlkə mənim fikrimdə ağası deyil, amma Əli dayaq zonasında daha ideal oynayır. Ola bilər. Yəni meydana bir görə deyirəm. Ola bilər fikrimdə yanlışdır. Əli Nəzarov əlbəttə Bundesliga elit divizyonun 5 qat çempionudur. Təcrübəsi var, bəli. Hətta mən sizə deyirəm, fiziki durumda da çox oyuncudan geri qalmır. Əlbəttə, Lökbatan qəsəbəsi Xəzər dənizinin sahilində yerləşir və hər gün saat 06:00-da sübh vaxtı tenis bolla məşğuldurlar. Fiziki durumları çox güclüdür. Bu arada ötürmə hakim tərəfindən gəldi, amma
Dəqiq olmadı əməmiş. Nəzərov sol cinahdan hücumu baxdı Ənisin. Ötürmə etmə çalışdı amma yox. Temp komandasına Elvar bəy. Bir gol lazımdır ki, oyunu çevirə bilsin. Yəni ilk hissədə. İlk hissədə. Zamin meydana daxil olur. Hakim nəvəsinə öz qardaşını meydandan çıxartdı. Narazıdır hakim. Zərbəsi dəqiq olmadı Fariz Ağayevin. Komandanın ən məhsuldar üzvlərindən biridir. Abu. Toğrul istiqamətlə Toğrul. Toğrulun ötürməsi keçmədi. Yuqar topu uzaqlaşdırır. Top tora dəyərək əlbəttə. Alt xəttinə yönəldi. Top hərəkətdə idi, bəli, top hərəkətdə idi. Buradan görsənirdi. Zaminin zərbəsi bu dəfə. Bir raket göndərə bilərdi qapıya. Sən sonuna 3 dəqiqə 30 saniyə qalır. Bu əlbət bu bizim vaxtla. Taran tipli oyuncudur Zamin hal-hazırda. Tank kimidir. Döyüşə 3 oyuncudan topu ala bilir. Yəqin mənim sözümə görə inciməz. Tank kimidir. Sipərləri yəni dağda keçir, yəni belə deyək. Fiziki durumu çox güclü vəziyyət, yəni yaxşı vəziyyətdə deyil. Məmişin ötürməsi. Meydan. Çık da! İçme! Sürü beni gözüne bırak beni kaçırdı! Kaçsın su! Yorulub 9-10 komandası, 2 vs-sə, çox yorulub. Əmiş Nəzərov. Gözəl. Sol cinahla oynanır. Fariz! Bu dəfə də gülüşünü dəqiqdir. Zərbə indirmədi. Anlamış deyiləm. Böyle mən də anlayamadım, amma artıq o olmalıydı, yəni zərbə ilə tanınmalıydı. Zamin, öz irəliyir Zamin. Ötürməyə də bilər. Çox gözəl top ola bilir Fariz. Ruh kimi çıxdı. Bəli, Fariz. Ay, ikinci epizodda boşa verir. İkinci epizodda Fariz boşa verir. İsmail düş kafasına İsmail! İsmail meydana daxil olub komandanın kapitanı. Fariz geriyə amma Elman topu hələ keçirdi. İsmail, hücum həmləsi İsmail da ötürmə kəsərsiz oldu. Bekonu hal-hazırda mən azarkeşlər olan yerdə görürəm, amma anlamış deyiləm hansı komandan mübarizə aparacaq. Abo, top hələ keçirməyə çalışdı. Elman sürətli irəliyir. Abo, ona qarşı mübarizə aparır. Top hələ burada da qalır, amma mübarizə bəli davam edir. Abo, sağ cinahla Pərvi İsrail ötürmə. Vüqar araya gelir. Rızq olmuşdu topda. Qapıya daxil olsa ama Fəriz yerindədir. Fəriz. Sağ cinahla oynaya bilər. Doğru. Məmişlə oynamağa çalışdı. Bəli, top Məmişdədir. Top istiqamətinə çatır. Ötürmə Toğrul. Pərviz top hələ keçirə bilərdi, amma Taxiyev daha cəld davrandı. Məmiş bu ona təcrübə deyirlər. Topu. Məncə bu
Həmlədə Məmiş. Məmiş biraz gecikdi. Ama qolu da vura bilir. Faris Ağayev. Təcrübə deyil. Qolu Məmişin adına da yazmaq olar. Nəzərov. Sabah çox vacib oyunu var. Şəki komandası heyətinə qarşı. Və ilk hissədə bu hesabla da bitir. İkinci hissədə görüşənədək bizdən ayrılmayın. İkinci hissə Hakim Fitindən sonra baş tutur. Xatırladım ilk hissə 2-1 hesabı ilə 9-cu rota komandasının xeyrinə başa çatdı. Xatırladım rəqib əgər 9-cu rota prizması ilə baxsaq Temp komandasıdır. Yenilənmiş Temp komandası hal-hazırda 1-2 hesabla. Bəli, toxunuş var idi, bəli. Vüqar ikinci hissənin birinci dəqiqəsində hesabı Əla oyunda baş tutdu. Bu arada Olğanın zərbəsi dəqiq olmadı. Vüqar bu qolu hədiyyə edir. İsmail'indir, oğlunun ad günüdür. Biz də onu səmimi qəlbdən sidq ürəkdən təbrik edirik. Əlbəttə ən böyük arzumuz da ondan ibarətdir ki, sağlam böyüsün və Bundesligada o vaxta kimi davam edər inşallah. Və bizim Bundesligada da iştirak edər. Ən sevdiyim şeylərdən biri də odur ki, ata bala bir meydanı bölüşərlər. Təbriklər, adı günü mübarək. Orada əlinə Zərov, qapıya zərbəsi. Vüqar. Ötürmə. Fərd istiqamətinə. Məmiş Nəzərov. Şut Qasımzadədən zərbə Kamran. Düşədir topa. Nəzərov. Məmiş Nəzərov istiqamətinə. Kəmoğlun paslaşması. Oyunun kontrolunu öz əlinə alıb Məmiş Nəzərov. Rüşiddən geriyə alxa istiqamətinə alxa zərbə indirə bilərdi, amma Nəzərov oynamağı düşündü. Alxas Acağayev. Ötürmə yenidən Nəzərov. Fərid topu qəbul edir. Məmiş Nəzərov əli ilə oynamağa çalışır. Əlinin ötürməsi Kamran. Vüqarın qolu isə kuryoz alındı. Out xəttindən birbaşa qapıya yönələn top mücə dəyərək qapıya daxil oldu. Bu isə avtomatik gol deməkdir, bəli. Acağayev sol cinahla da oynaya bilər. Acağayev ötürmə. Sol görmədi. İmran birbaşa qapıya zərbə indirir amma top yenidən Temp komandasındadır. Ağayev ötürməsi axçına Hamir Şür qapıya zərbə indir amma dəqiq olmadı. Şahmurad birinci dəqiqəni yazdın da. Birinci dəqiqə. Vüqarın qoluna. Bir. Məmiş sağ cinahla oynayır Ağayev. Ağayev qapıya birbaşa zərbə indirir amma dəqiq olmadı. Vüqar mərkəzlə oynayır, Asif topu qəbul edir. Ötürmə, boz qalmış top qapıya daxil olsun əgər hakim düzgün oynasaydı. Əlbəttə Ramil Babayevdən söhbət getmir, onun oyunun baş hakimidir. İsmail'in qardaşının adı isə hakimdir.
Kamran. Geriyə Zamin. İkinci qolun müəllifidir. Mükəmməl qolla ayaqda qalıb. Bəli, bu cərimə idi. Burada Zamin Tağıyev özü də bilir. Məmiş Nəzərov. Məmiş. Əli, qapıya səhvə dəqiq olmur. Elit divizyonda oynayan 10 ballıq oyuncu belə zərbə indirmir Əli. Gəlki əlbəttə belə səhvləri bağışlamır sabah xatırladım. Bundesliga YouTube kanalımız birbaşa olmasa da 29-cu sezon Elit divizyonun final qarşılaşması bir neçə saatdan sonra yüklənəcək əlbəttə. Məmiş Nəzərov. Məmiş keçməyə çalışır. Kamran topu ələ keçirsə də top meydanı tərk etdi. Alxasda oynadı, Alxas topu bir ötürə bilir, ama bir şey! Qapı ağzında Real gol şansı itirir. Əli, güzel oynadı, Ağayev ötürməsi Məmiş istiqamətdəydi ama yuqar topa təmas edə bilir. Məmiş Nəzərov zərbə indirə bilər qapıya, niyə zərbə indirmir? Anlamış deyil ama top 9-cu rota komandasında qalır. Asif, qapıya zərbəsi isə zəif alındı. Nəzərov, Kamran topu ələ keçirir, Alxas. Bəli, cərimə idi. Zərbə edirə bilər, qapıya zərbəsi Gülşinin dəf edir topu. Bir-birlərini anlaya bilmədilər və bu qoldur. Mürşid lazımı vəziyyətdə qapı boxçusunda tapıldı və hesabı bir top fərqində minimal fərqi indirə bilir. Şirin, az qala yenidən səhv edəcəkdir. O, mən deyəcəkdim, mənə qabaqladı. Müşidin qapıya səhvəsi. Belə keçirir. İkinci hissədə artıq 8-ci dəqiqə ərzində 2 gol görə bilirik. Vüqar və Müşidin qollarıyla. Bu arada Məmiş özü də licəblə düz. Müşidin üzərinə indirildi. Ağayev ötürmə edə bilmir. Zamin Tağıyev yüzü zərbələri malikdir, amma bu dəfə alınmadı. Top meydanı tərk etdi, 9-cu rotadan top. Geriyə Vüqar istiqamətinə, Vüqar edir, Ağayev təmas etdi topa. Xatırladıram, artıq 8-ə 1 mərhələdir. 9 turdan sonra keşməkeşli yollar keçib komandalar və artıq knock-out sistemi ilə maçlar davam edəcək. Yəni ev səfər söhbəti yoxdur.
bir xal və ya digər məqamlar yoxdur. Qələbə və məğlubiyyət var. Məmiş, belə keçir. Alxasla da oynaya bilərdi, Məmiş gecikdi. Taxiyev özü irəliyir. Hikmət Taxiyev ötürməsi keçmədi, amma ən azından gündə zərbə qazandırdı öz komandasına. Elman 15 dəqiqə. Alxas Acağayev Məmiş Nəzərovla oynuyor. Məmiş Nəzərov İmranla oynamağa çalışdı. Top Alxasda qalır. Alxas zərb endirə bilərdi. İtirir topu, amma sonraki mübarizə apardı. Zamin zərbə qapı istiqamətdə bu dəfə də dəqiq alınmadı. Bəli. Tayma attı mı bu? Anlamış deyiləm. Bəli, Alxası da oyundan alır. Şahiq Bəhramlı. Balatelli kimi Toğrul da geyinə bilmir üstlüyü. Şikayət edir üstlükdən. Manchester City'də oynayan vaxtlarda Mario Balatelli də belə bir kuriyoz anlayışı yaddaşlara yazılmışdı. Bu birbaşa qapıya zərbə olmadı. Gümüşirin başla zərbə. Məmşəz irəli götürmə, Fariz istiqamətlə Fariz! Ona yaraşmadı bu zərbə. İlk qolun müəllifidir öz komandası adına. Məmiş Nəzərov mərkəzi irəliyir. Məmiş Nəzərov zərbə indirməlidir, amma bəli, cərimə. TF komandasının aktivlə yazıldı. Məmiş Nəzərov 2 nəfərdən ibarət canlı sədd. Məmiş Abu ilə oynayır. Abu birbaşa qapıya zərbə endirə bilərdi, gecikir. İrəliyir, ötürmə də elə bilərdi. Hansı şans əldən qaçırır. Kontrhücum, əks hücum. Məmiş topu ələ keçirdi. Bu dəfə əks hücum topuncu rota qapısı qarşısında. Ağzında daha doğrusu. Çox gərgin və maraqlı oyun izləyirik. Əlbəttə 8-ə 1 mərhələyə layiq bir oyundu. Hesab 3-2, hesab minimal. Məmiş təcrübəsi sayəsində topu ondan ala bilmirlər. Divar ötürməsi, Toğrul gecikdi. Məmiş. İlk əmrədə ötürmə etməliydi Pərviz İsrail istiqamətinə. Oyunun sonuna isə 12 dəqiqə qalır. Bəli, cərimə idi, bu cərimə idi. Məmiş Nəzərov bütün hücumlar məhz onun üzərindən qurulur. Bu Abdullah Solcun Məmiş Nəzərovla oynadı. Kompakt şəkildə müdafiə olunur hələ ki. 9-cu rota. Xatırladıram. Bakının cənub qapılarını təmsil edən digər komanda Aydın FK komandası da bugün mübarizə aparacaq bu maçdan dərhal sonra.
Gold komandasına qarşı. Maç əlbəttə Ponsiqa YouTube kanalımız vasitəsilə. Bu arada hücum həmləsi Məmişin ötürməsi keçmədi. İkinci həmlə Fərnət Partla. Fariz olmadı. Doğru top ələ keçirə bilir, ötürməsini etdi bu istiqamətinə. Çox yüksəkdən topu ötürür Rapov. Məncə artıq ehtiyat skamiyaya müraciət etməlidir Şahid Bəhramlı. Məmiş qapı istiqamətini ötürmədə edə bilərdi. Məmişin ötürməsi Toğrul zərbə endirməlidir. Gecikdi Toğrul. Bu xoşa gəlməz epizodları çəkmək məcburiyyətindəyəm, nə qədər də mənə xoş olmasa da. Səbəbi var. Çünki bir neçə dəfə hüquq mühafizə orqanları ilə birbaşa problemlər yaşamışıq. Və həmin problemlərdə koordinator və digərləri əziyyət çəkiblər. Bəli, mən belə də bilirdim, sonu həmişə dostluq olur, sonu həmişə mehribançılıq olur, təkeyli olsun, amma istərimizə də hakim olmalıyıq. Hikmət və Fariz sarı kartla cəzalandırılırlar. Layiqli sarıları idi əlbəttə, Alkas meydana daxil olub, Farizin əvəzinə. Burada zərbə endirəcək, qapı istiqamətinə top Alkasa deyərək out xəttinə yönəldi. Bəli, xatırlaram, hal-hazırda oyunu Ponsiqa YouTube kanalımız vasitəsilə yüksək keyfiyyətdə izləyirsiniz. Əlbəttə maçlar bitdikdən sonra, bir neçə saat sonra yüksək keyfiyyətdə Ponsiqa YouTube kanalımıza dərhal yüklənir. İzləmək üçün isə əlbəttə Ponsiqa YouTube kanalımıza abunə olmağınız ilk növbədə şərtdir. Ponsiqa Instagram səhifəmizdə sizə turnir gedişatı, turnir cədvəlləri, məlumatlar, posterlər, maraqlı qollar hamısı Ponsiqa Instagram səhifəmizdə var. İzləmək üçünsə abunə olmağınız ilk növbədə şərt dalxa topu qəbul edə bilməli. Məmişdən Zarov. Məpəx istiqamətinə oxudu o Elman. Başla zərbə endirə bilərdi. Bəli. Səhv etmirəmsə bu qırmızı kart deyil. Çünki qapı xəttinə artıq oyuncu yönəlmişdi. Oy, sərdimə qırmızı kartmış birbaşa. Birbaşa qırmızı.
Bəli. Artıq 5 nəfərlə mübarizə aparmaq məcburiyyətindədir. 5 dəqiqə ərzində Temp komandası. Asif ötürməz. Somil zərbə endir amma top qapıya daxil olmadı. Minimal hesab isə özünü saxlayır hələ ki. Temp komandasının əvəz edilməsində xaos yaşanır. Nəzərov ötürməsi bu istiqamətlə bu Məmişlə oynadı. Məmiş özü irəliləyir. Məmişin ötürməsi Alxas anlamadı. Məncə artıq Məmiş Alxas istiqamətinə çox da oynamadı deyə Alxas artıq öyrəşiklidir ki, top ona istiqamətlənməyəcək. Amma Məmiş burada ötürməsini etdi. Toğrul topu qəbul edir. Libero kimi oynamaq məcburiyyətindədir Fərdin yoxluğunda. 5 nəfərlə mübarizə aparmalıdır. Məmiş Nəzərov, ayağı zərbə edilmiş deyil Mon tərəfindən. Bəli, bunu bilməlidir. Artıq 5-ci foul, xatırladıram, hər 6-cı foul 10 metrəlik penal zərbəsi deməkdir. Məncə risk etməlidir artıq. Bəli! 10 metrəlik penal zərbəsi! Asif anladı səhvini, başa düşdü səhvini. Fair play qaydalarına da əməl edir Asifə buradan. Fair play qaydalarına əməl etdiyi üçün təşəkkürlər. Necə də gözəl səhnədir. Liqanın, hər iki liqanın, həm elit, həm 2-ci divizyon liqasının ən örnək futbolçularına biri də Asif. Bu arada hesab ya bərabərləşəcək, ya da minimal hesabla davam edəcək. Məmiş Nəzərov! Olmadı! Top qapıya daxil olmadı! Onlara düşən şansdan istifadə edə bilmədi Temp komandası. Məncə oyun sonrası penal zərbələrini izləmək maraqlı olardı. Bizə bunu yaşatmadı Məmiş Nəzərov. Özünü sabaha saxlayır. Elit divizyonun finalına Məmiş özü irəliyir. Məmişin ötürməsi keçəcəkmi? Olmadı. Hücumlar tamı-tamına davam edir. Ötürməz sağ Məmiş topa çata bilmədi. Artıq 4-də 1 mərhələyə daha yaxın komanda 9-cu rotadır. Ötürmə top təmas etmişdi out xəttinə, bəli. Alxas Acağayev. Artıq 5-ci oyuncu üstünlüyündən istifadə etməyə çalışır. Temp komandası məcburdur buna. Alxasın zərbəsi out. Birbaşa qapıya zərbə, yenidən gücdən zərbə. Bunun birbaşa hansı şansı qaçırdı. Qapıdan top. Nəzərov, bu artıq yorulub.
zərbəni yerinə yetirəcək. Ötürmə birbaşa qapıya. Zərbə idimi bu? Bəli, oyunun sonuna 3 dəqiqə qalır artıq. Oyuncuların sayı bərabərləşir. Alxas Məmiş də oynaya bilər. Bəli, elə də etdi Məmiş Nəzərov. Alxasın özü ilə də oynaya bilərdi, yox. Məmiş sonraki mübarizə aparır. İmran Ağayev ötürmə Alxas istiqamətinə. Elman. Yox, olmadı. Bəli, 4-də 1 mərhələyə daha yaxın komanda tempdə hal-hazırda. Məmiş sonuncu həmlələrdir. Məmiş ötürmə edə bilərdi Alxasa, amma yox, yenə də etmədi. Asif ötürmə Zamin Tağıyev. Zamin Elmanla da oynaya bilərdi, amma xəsislik edir. O taymat götürür, taymatdan istifadə edir Temp komandası. 1 dəqiqə qalır və 1 dəqiqə onlar üçün hava və su kimi lazımdır. Söhbət Temp komandasından gedir. 9-cu rota komandası isə 4-də 1 mərhələyə daha yaxındır. 1 dəqiqə ya davam, ya tamam, ya oyun sonrası 7 metrlik penal seriyası izləyəcəyik, ya da 9-cu rota komandasının sevilməsini. Sən oraya getmə, sən bura gəl. Görsən, qolları şey eləyə bilmirik. Hə? Fərid? Hə, bildim. Yox, bildim. Oraya getmə, sən bura gəl. Orada sonra deyə bilmə, elə qollar var ki, indi qal, bundan sonra. Artıq Şahid Bəhramlı deyir ki, penallaşmaya qalsa. Ümidlidir əlbəttə, ümid sonda ölür. Belə bir deyim var. Bəli, 2-30 və 1-20 ballıqla meydandadır. 20 ballıqların biri əlbəttə üstünlüyündən istifadə edir. Qapçı qismində Fariz mübarizə aparacaq. Alxas Toğrul'la oynuyor. Toğrul sağ cinahla. Məmiş ötürmək mərkəzi. Fariz Məmişlə oynar. Çalışır ama Tağıyev vaxtında müdaxilə edir topa. Alxas qapıya səhv endirdi, olmadı. Adı birbaşa qapıya, o da olmadı. Divar qurub 9-cu rota. Zamin başla zərbə indirir. Qeyri-adi bir zərbə idi. Fariz uzaqlaşdırma çalıb. Məşğuldur hal-hazırda 9-cu rota. Məmiş, bu keçmək top. Bəli! Bəli, 9-cu rota komandası 4-də 1 mərhələdədir. Hər iki komanda gözəl oyuna görə, maraqlı oyuna görə təşəkkürlər düşür. Əsasən də qalib komanda. Yəni Aydın FK fake-dir demək istəyir. Orijinal Sanqaçal komandası bizik demək istəyir. İsmail'in da ismarıcı var, görək. Buyur, təbriklər. Atan balası, günün mübarək. Oyun sənə görədir. Komanda adına Turan, təbriklər. Ad günü mübarək İsmail. Komandanın kapitanı. Təbrikləri məhz oğluna ünvanladı. Biz də onun adından
Bundesliga adından, iştirakçı adından balaca Turan balamızı təbrik edirik. Təki futbol olsun.